Hamza salam kanalıma yenidən xoş gəlmisiniz. Bundan əvvəl yüklədiyim blok imtahanları ilə bağlı məsləhət videoma çoxlu sayda ikinci və üçüncü qruplar üçün də məsləhət videosu çək gəldi. Yəni ayrıca olaraq ikinci və üçüncü qruplar üçün. Siz istədiniz təbii ki, mən də çəkəcəm. Özüm ikinci qrup olaraq ikinci qruplara məsləhət verəcəm. Üçüncü qruplar üçün də bir-iki xırda detal var, onları deyəcəm. Ətrafımda olan üçüncü qruplardan bir neçə araşdırma eləmişəm sizin üçün. Hamısını da qeyd eləmişəm. Bu tipli videoların daha çoxu üçün isə kanalıma abunə olmağı unutmayın. Çünki təhsilə dair çoxlu videolar var kanalımda. Hamısına keçib baxa bilərsiniz. Elə indi abunə olun və zəng səsini də açıq qoymağı unutmayın ki, hər dəfə yeni video yükləyəndə görə biləsiniz. Birinci başlamaq istərdim ikinci qruplara məsləhətimdən. Coğrafiya haqqında mənə çox gəlir ki, coğrafiyaları nə edə bilərik, necə edə bilərik. Keçən videoda dediyim kimi, coğrafiya demək, yəni bir avəstə, bir nömrəli xəritə deməkdir. Ən əsas məqsədiniz, məsəl üçün, mən sizə yalan deməyəcəm, bizim məktəb dövründə xəritəni heç də yaxşı bilmirdim və bu mənə çoxlu problemlər gətirib çıxarırdı. Amma artıq mən professional şəkildə hazırlaşmağa başlayanda qərar gəldim, ikinci qrupa gedəcəm. Ondan sonra xəritəni çox mükəmməl dərəcədə öyrəndim. Xəritə çox sualı açardı əslində, çox sualın cavabını açardı. Xəritəni fiziki xəritə olaraq, məsəl üçün, ekvator, tropik, mülayim və qütblər. Bunu bilirsinizsə və onların hərəsinə aid xarakterik bir neçə detalı bilirsinizsə, çox asanlıqla cavab verə bilərsiniz. Hətta ölkələrlə bağlı olan suallara, çünki ölkələrin yerini də yenə də bilirsiniz. Həmin ərazilərə düşünüb, o ərazilərdə nə var, nə yox, təxmin edib tapa bilirsiniz cavabı. Coğrafiya öyrənmək istəyənlərə mənim ilk şərtim olacaq ki, elə başlamamışdan öncə, indi bilmirəm siz 11-ci sinifsiniz, 10-cu sinifsiniz, hansı dönəmdəsiniz, amma mən ümumi bir məsləhətlər istəyirsinizsə, ümumi olaraq deyə bilərəm ki, coğrafiyaya başlamamışdan əvvəl, yəni ilk mövzudan başlayın. Çalışdığınız qədər bir dənə böyük dəftər tutursunuz, böyük kitabça kimi dəftərlərdən. Başlayırsınız, o sizin zaten sizin yazdığınız bir coğrafiya kitabı olacaq, sizin yazdığınız bir coğrafiya dəftəri olacaq. Hər mövzu, məsələn, mən bunu eləyirdim və mən bir müddət sonra artıq təkrarlarımda kitab ümumiyyətlə baxmırdım. Bir neçə kitabdan çünki biz hazırlaşırdıq. Təkrarlar dövrümdə imtahana lap az qalmış. Ümumiyyətlə mən kitab oxumurdum. Kitab deyilən şey mənə lazım deyildi. Çünki o mənim özümün kitabım var idi və lazım olan məlumatların hamısı orada idi. Kitabda çox boş məlumatlar da olur, səmimi olaq, çox dəfsiz məlumatlar da olur, amma öz yazdığımızda gözəli yoxdur. Mənim o kitabça deyim, 2 dənə və qalın idilər. Sözün əsl mənasında o coğrafiya kitablarından qat-qat daha dəyərli idi. Siz mövzunuzun adını yazırsınız və sizə lazım olan bütün qeydləri, o mövzuda olan bütün əsas qeydləri, hətta mövzunu belə öyrənin. Çox adam sadəcə mövzunu oxuyur, sonra deyir ki, yadımda qalmadı. Çünki mən də belə biriyəm. Amma yaza-yaza onu yadda saxlamaq daha yaxşı olur. İmtahanda belə neçə dəfə başıma gəlir, sual gəlir və mən fikirləşirəm ki, hə, mənim kitabımda bu filan səhifədə filan sözdən sonra gələn abzasdaydı. O sizin göz yaddaşınıza yazılır. Çünki siz dayanmadan məhz o kitabçanı oxuyursunuz. Coğrafiya məsələlərini çalışan üçüncü məsləhətim olaraq deyirəm ki, yaxşı oxuyun. Çox adam tanıyırdım. Hətta mən hazırlığa getdiyim dövrdə də elələri var idi ki, məsələlərə ümumiyyətlə fikir vermirdilər. Əşi, məsələdir də deyib keçirdilər. Onsuz da asandır. Coğrafiyada elə qəliz məsələlər var ki, məntiqi düşüncə tələb edən məsələlər var. Bəzən əvvəlki məsələlər hə, çox sadə olur. Düsturu bildiyin rəqəmləri yerinə qoyub tapa bilirsən. Amma axıra yaxın elə düşündürücü məsələlər olur ki, sən o düsturu da bilsən, rəqəmləri də yerinə qoysun. Amma digər coğrafi biliklərinə də ehtiyac olur ki, cavabın nə olduğunu tapa biləsən. Ona görə də elə ilk vaxtlardan çalışın ki, məsələləri yaxşı işləməyə öyrənin. Tanışlarım var idi ki, tamamilə məsələləri saxlamışlar kənara, deyirdilər ki, bütün coğrafiyanı qutarandan sonra axırda məsələləri öyrənəcəklər. Onsuz da vacib deyil, amma heç də belə deyil. Sonradan xeyli problemlər yaşadılar. Nəyə görə? Nə dərəcədə məsələlər format olaraq fərqli olsalar da, amma hamısı bir-biri ilə bir bağlılığı olur. 5-ci bölmədə bir dənə məsələ verilə bilər ki, o 2-ci bölmədən, 4-cü bölmədən və 5-ci bölmədən qarışıq bir sual ola bilər. Ona görə də məsələləri başdan elə yaxşı öyrənin. Keçən dəfə demişdim, bu dəfə deyirəm, mütləq şəkildə coğrafiyanı öyrənməyin ən asan yollarından biri hər hansı bir materiali götürüb onun üzərində işləməkdir. Məsələn, deyək ki, hələ ki siz öyrənmək aşamasındasınız. Cənubi Amerikanın bugün deyək ki, fiziki xəritəsini öyrənmək istəyirsiniz. Baxırsınız çaylarına, ovalıqlarına, göllərinə, bunların hamısını yazırsınız. Xəritə tapdıqca Cənubi Amerika fiziki xəritə, çayları adlarını yazırsınız, göllər adlarını yazırsınız. Bunları həmişə belə yazın, xəritəni öyrənin. Təkrarda isə məsəl üçün Afrika materiki, orada olan bütün çayları yazırsınız, gölləri yazırsınız, dağları yazırsınız. Sonra da siyasi xəritəsində ölkələri və paytaxtlarını yazırsınız. Afrikada biraz hər zaman çətinliklər olur. Ölkələrin paytaxtları. Əsas çalışın, mən həmişə deyirəm ki, Afrikanı öyrənmək yəni çox çətindir. Bilirəm, doğrudan çətindir. Nəyə görə? Çünki ölkələr çoxdur, qarışıqdır, xüsusilə Cənubi Afrika. Belə deyim, çalışdığınız qədər öyrənin, amma yəni kənara da atmayın da mən bunu bacarmıram deyə. Əsas ölkələr, Misir falan məsəl üçün Şimali Afrikada olan əsas ölkələri həmişə çalışın ki, bilin. Yəni adları çox çəkilən ölkələr ki var, heç olmazsa onların adlarını, paytaxtlarını, ən əsas paytaxtlarını, haqqında məlumatlı olduğu iqlimi falan göz yaddaşınızda saxlamağa çalışın əsaslarını. Bir də həmişə deyirəm, coğrafiya məncə həm də dünya görüşüdür. Ona görə də coğrafiyaya belə fən kimi yanaşmayın. Coğrafiyada uğurlu olmağın bir nömrəli sirri ona fən kimi yox, dünya görüşü kimi, maraqlı məlumat oxumaq kimi baxmanız
ola bilər. Bilmirəm cümlə düz oldu yoxsa yox. Nəysə siz başa düşdünüz nə demək istəyirəm məncə. Bir də coğrafiyada ən yaxşı yadda saxlaya biləcəyiniz yollardan biri konkret App Store-da falan. Bu oyunları oynamamız daha faydalı olar. Zaten oyundur bu da. Xəritələrlə bağlı çox gözəl, maraqlı oyunlar var. Milyonçu tipində oyunlar da var. Məsəl üçün orada da coğrafiya ilə bağlı çox gözəl suallar çıxırdı. Fiziki xəritə ilə Azərbaycan çaylar var idi. Çox gözəl suallar olurdu. Yəni xeyli kömək eləyir. Məncə coğrafiyadan bu qədər bəsdir. İndi başqa ağlıma heç bir şey gəlmədi. Əgər konkret spesifik suallarınız varsa, yenə də şərhlərdə yazarsınız, təbii ki, cavab verəcəm. Sonra gəlirik tarixə. İstəyirsiniz tarixi həmin mövzusunu əzbər şəkildə oxuyun. Bax, tarix belə bir fəndir. Nə qədər həqiqət acı da olsa indidən deyəcəm. Tarix elə bir fəndir ki, hər hansı bir mövzudur. Onu əzbər su kimi belə öyrənsəz, hardan sual versələr, oradan belə cavabı yəni verə bilirsinizsə, belə bir şəkildə belə öyrənsəz, bir ay sonra o mövzu tamamilə yaddaşınızdan silinəcək. Elə bir heç belə bir şey oxumamısınız. Mən və mənim ətrafımdakı hər kəs də belə idi. Bilmirəm, əgər sizdə belə bir şey olmursa, çox gözəl, deməli mükəmməl bir yaddaşınız var. Siz bu hissəni keçə bilərsiniz. Amma çoxunda yəni yadda qalmır və tamamilə yaddan çıxır. Yəni biz deyirdik ki, ay elə bir ki, heç mən bu mükəmməl dərəcədə öyrənməmişəm. Çalışın bir də əzbər eləməyin. Tarix əslində deyə bilərsən necə əzbər eləməyəsən. Okay, coğrafiyanı nəsə məntiqi olaraq düşünüb nəsə eləmək olar, amma tarix konkret əzbər deyə bilərsiniz. Amma yenə də çalışın o qədər əzbərə, əzbər kimi baxmayın da, mövzunu oxuyun, öz sözlərinizi çevirin və tarixdə uğurlu olmağın yeganə sirri dayanmadan təkrar etmək. Mən tarixdə mövzunu öyrənib qutarandan sonra nə edirdim? Təbii ki, bütün mövzuları oxuya bilmərəm. Bu mümkünsüzdür. Həm adamın həvəsi olmur, həm vaxtı olmur, mümkünsüzdür. Sadəcə ən azından bacardığım qədər əvvəlki mövzularda qara hərflə yazılan, vacib döyüşlər varsa, vacib müqavilələr varsa, onların tarixlərinə baxırdım. Çünki istər-istəməz siz müqaviləni, tarixini bir də xatırlayanda onun ətrafında olan şeyləri də xatırlamış olursunuz, o sizə kömək edir. Bir də bilmirəm, siz bu metoddan istifadə edirsiniz yoxsa yox, amma mən bu metodu çox oxumuşam. Hətta aparılan bəzi araşdırmalar da bunu göstərir ki, siz əgər bir mövzunu kiməsə izah edilmişcəsinə oxuyursunuzsa, o sizə qat-qat kömək olur. Sanki qarşınızda kimsə var, siz bunu kiməsə izah edirsiniz. Mən sözün açığı tarixin çoxunun tarix dediyi ağlıma gəldi, el öyrənirdim. Onda daha məcbur olub, daha çox elə bir əhatəli danışmış olursunuz. Sizin danışdıqlarınız, oxuduqlarınız yaddaşınızda daha yaxşı yazılır. Nə qədər biraz psixopat kimi görünsə belə. Bir də tarixdən sizə qəribə bir şey deyəcəm. Bizim müəlliməmiz bunu ilk dəfə deyəndə mən fikirləşdim ki, bu nə danışır? Yəni özüm fikirləşdim, təbii ki, bunu demədim. Bu nə danışır? Bu necə olub? Dedi ki, mövzunu həmin dəqiqə oxuyub, həmin o bölmədəki testləri işləməyin. Belə qalmışdım. Onda necə yaza bilərəm bunu? O müəllimdən və öyrənmə texnikasından da çox fərqlidir. Biz həmin dərsdə mövzunu öyrənirdik. O qədər gözəl, detallı, lazımlı nöqtələrlə danışırdıq ki, biz mövzunu öyrənirdik müəllimə tərəfindən, müəllimə gözəl izah edirdi. Sonradan kitabda da hətta onun yerlərinə baxırdıq, müzakirələr apardıq, qeydləri danışırdıq, mövzunu bilirik. Və deyək ki, bizim hazırlığımız məsəl üçün bir neçə gün sonradır. Evə gedib həmin dəqiqə o testi işləmirdik. Çox uşaq necə eləyir? Hə, mövzu nədir? Məsəl üçün çox digər fənlərin. Məsəl üçün coğrafiyadan mənəsində el eləmişəm. Yəni mövzunu öyrənirsən, hə bugünkü mövzu nədir? Bunu oxudum. Sonra gedirəm bunun testlərini işləyirəm. Amma tarixdən biz heç vaxt elə qoymurdu. Müəllimə deyirdi ki, elə olanda siz bu dəqiqə burada oxuduğunuz fresh məlumatı bu baş verir falan da bu olub. Sonra testə tez gəlib kurgulayacağam da. Yəni buradan oxudum, buradan yazdım. Səhər günə heç nə yoxdur. Deyirdi ki, getdiniz indi bu beyindən evə. Başlayın testləri işləyin. Mövzunu verdiyim testləri işləyirsiniz. Ondan sonra mövzunu oxuyarsınız. Bəzi mövzuları belə edirdik. Bəzi mövzular elə olurdu ki, hansısa bir mövzunu öyrənirik. Testlərdən isə hələ 2 mövzu bundan əvvəlki dərsin testlərini işləyirdik. Bu bizə ona kömək edirdi ki, konkret, yəni başa düşürsünüz nə demək istəyirəm, fikrimi izah edə bilirəm. Buradan öyrənib test oxuyub tezdən gəlib oradan testdə yazmayım da. Görüm yadımda qalır mı, yadımda qalacaq elə olanda. 2 mövzu əvvəl, 3 mövzu əvvəl testləri verirdi. Biz indi başqa mövzunu keçirik. Evə verilən tapşırıq 3 mövzu əvvəlin testləri idi. İndiki tapşırıq da 3 mövzu sonranki. Başa düşürsünüz necə? Riyaziyyatdan da mən dəftər tutmuşdum. Yəqin ki, çoxunuzu riyaziyyatdan dəftər tutursunuz. Sırf hər mövzunun özünün düsturlarını oraya yazırdım. Bu mövzunu oxuyub qutarandan sonra mütləq şəkildə o dəftəri birinci səhifəsindən, yəni birinci bölmədən, natural ədədlərdən başlayıb hər dəfə, yəni bu mənim bir rutinim idi, rejimim idi. Mövzunu qurtardım, testlərimi işlədim. Ondan sonra açırdım həmin o qayda dəftərimi, özüm yazdığım. Birinci mövzudan həmin indi təzə öyrəndiyim mövzulara qədər bütün düsturlara göz atırdım. Bütün düsturlara baxırdım. İstər-istəməz yaddaşınızda yazılacaq. Riyaziyyatdan sözün açığı verə biləcək o qədər mükəmməl məsləhətlər olmur. Çünki sırf üstündə işləməlisən. Riyaziyyatdan mükəmməl olmaq istəyirsənsə, məsləhətim bu ola bilər ki, bax bunu coğrafiyanın tarixdə heç elə edilməmişdim. Dayanmadan əlavə sınaqlar və testlər işlə. Hər mövzudan sonra bunu eləmək çox yalan olar. Yəni gəlin yalan danışmayaq. Durub hər mövzunu qutarandan sonra gedib hansısa bir sınağı işləmək biraz abartılıq ola bilər. Amma düşünün ki, hər həftənin məsəl üçün 6-cı günü, bazar günü bu riyaziyyatdan sınaq işləyəcək, quiz işləyəcəksiniz ki, bütün mövzuları əhatə edəcək. İnternetdə doludur belə tipli test tapşırıqları, mütləq işləyin ki, beyniniz inkişaf eləsin. Bu sırada onu demək istəyirəm ki, məhz burada sizə kanalımı neçə faiz insanın izlədiyini, amma onlardan cəmi neçə faizinin abunə olduğunu göstərəcəm.
Nə olar baxın, həm də abunə olun ki, bu videoların ardı çox gəlsin. Bir də baxın, bu qədər insan abunə olmadan izləyir. Abunə olanlar faizi cəmi bu qədərdir. Ümumi olaraq kanalımdakı bütün videoları izləyirsiniz, çoxuna baxırsınız, amma abunə olmursunuz, sadəcə baxırsınız. Abunə də olun. Elə indi abunə olun, yadınızdan çıxmasın. Ədəbiyyatla bağlı isə yenə deyirəm, ədəbiyyatda heç bir professional bir oxumağım olmayıb deyə ətrafdakı ədəbiyyatçılardan soruşdum. Yazıçıların həyatını, yaşadığı illəri və yazdığı əsərləri hər zaman xatırlamağa çalışın, mütləq qeyd edin. Yaşadığı dövrü, əsərləri və vacib kiçik notlar, yəni mütləq belə bir qeydləriniz olsun. Belə bir maraqlı məlumat da aldım ki, bədii təsvir və ifadə vasitələrini yadda saxlamağı ümumiyyətlə öyrənməyin ən gözəl yolu nədir? Siz bədii təsvir ifadə vasitələrini bir dəfə oxuyursunuz, belə öyrənməyə çalışırsınız. Ondan sonra onu gündəlik həyatınızda istifadə edirsiniz. Necə? Kitab oxuyursunuz. Məncə çoxlu kitab oxuyur. Bir növ düşünün, hə bu nədir təşbehdir, bu nədir epitetdir. Burada bu cümlədə nə işlənib görəsən epitet. Oxuduğunuz sadəcə bir əsər oxuyursunuz. Amma orada bir fikir verin bədii təsvir ifadə vasitələri. Bu qədər başqa ağlıma gələn bir məsləhət yoxdur sözün açığı. Əgər spesifik sualınız varsa yenə də şərhlərdə yazarsınız, cavab verəcəm. Və ən əsası bu videonu istədiniz, həmişə sizə deyirəm, nə video istəyirsiniz, onları şərhdə yazın ki, mən də o videoları çəkim. Çünki zaten məqsədim sizə kömək eləmək, bir yerdə yaxşı mövzuları müzakirə eləməkdir. Onun üçün də siz onları mənə deməlisiniz, çünki belə bilə bilmirəm. Və artıq həftədə 2 dəfə video yükləyirəm, 3-cü və 6-cı günlər. Ona görə mütləq zəng səsini açıq qoyun ki, sizə videonu qoyduğum bildirimi gəlsin. Bu nə cümlə idi yenə də bilmirəm. Mən bugün niyə belə cümlələr qururam. Hamınıza bol-bol şans arzu edirəm. Nəticələrinizi şərh bölməsində gözləyəcəm. 3-cü gün görüşmək ümidi ilə hələlik.